Salam müəllimlər. Deməli, düzxətli bərabər təcilli hərəkətin mövzu izahının davamına başlayırıq. Deməli, inşallah mövzuların izahı vaxt olduqca hamısı bizim Sadiq Kamal YouTube kanalında yerləşdiriləcəkdir kanala. Və bir fikir də nəzərinizə çatdırmaq istəyirəm ki, deməli, bizim MİQ və sertifikasiya dərslərimiz davam edir. Yəni, ciddi məşğul olan müəllimlər bizim dərslərimizə qoşula bilər və dərslər yüksək səviyyədə keçirilir. Yüksək səviyyədə keçirilir. Dərsimizdə də yəni iştirak edən müəllimlər yüksək nəticə əldə edən müəllimlərdir. Yəni bizi hamı tanıyır, yəni burada reklama ehtiyac yoxdur. Dərsin keyfiyyətini özünüz qiymətləndirərsiniz inşallah. Deməli, vaxt itirmədən başlayaq. Deməli, dəyişən sürətli hərəkəti xarakterizə etmək üçün orta sürət anlayışı daxil olunur. Orta sürət iki yerə bölünür. Birincisi adlanır, deməli, yola görə orta sürət. Yola görə orta sürət. Deməli, yola görə orta sürət skalyar kəmiyyətdir. Skalyar. Bir də var, deməli, yer dəyişməyə görə orta sürət. Yer dəyişməyə görə orta sürət isə vektorialdır. Vektorialdır. Deməli, birinci başlayaq. Birinci. Deməli, yola görə orta sürət. Yola görə orta sürət. Deməli, biz bilirik ki, orta sürətin ümumi düsturu nədir? Yəni, S yola görə ümumi yolun ümumi zamana olan nisbətidir. Yəni, ümumi yol ola bilər S1 üstəgəl, S2 üstəgəl, məsələn, Sn. Ümumi zaman da T1 üstəgəl, T2 üstəgəl, Tn. Biz S-in yerinə VT də yaza bilərik. Yəni, düstur belə də ola bilər. V1 T1 üstəgəl, V2 T2 üstəgəl, Vn Tn böl T1 üstəgəl, T2 üstəgəl, T3. Bu adlanır, deməli, yola görə orta sürət. Deməli, burada S ümumi yoldur, T ümumi, deməli, zamandır, V1, V2, Vn də sürətlərin ədədi qiymətləridir. İkinci də, deməli, adlanır yer dəyişməyə görə orta sürət. Yer dəyişməyə görə orta sürət belə işarə olunur. V orta x. Onda bizim düsturumuz belə olacaq. Yer dəyişməyə görə orta sürət bərabərdir. Ümumi yer dəyişmənin ümumi x yazıram. Yer dəyişmə yazılanda x yazılır. Ümumi zamanı olan çünki yer dəyişmə vektorial kəmiyyətdir. Yer dəyişmənin ümumi yer dəyişmənin yerinə yaza bilərəm. S1x üstəgəl S2x plus Snx. T ümuminin dəyərini yazaram. T1 üstəgəl T2 üstəgəl Tn. Burada S1-in yerinə S-in yerinə VT də yazmaq olar. Olacaq V1 x T1 üstəgəl V2x T2 plus Vn x Tn. Məxrəcdə də eyni qayda ilə T1 üstəgəl T2 üstəgəl Tn. Burada da S ümumi x yazılıb. Bu ümumi yer dəyişmənin proyeksiyasıdır. T ümumi də, deməli, ümumi zamandır. V1x, V2x, Vnx də sürətlərin proyeksiyalarıdır. Deməli, orta sürətə aid xüsusi qaydalar hansılardır? Deməli, orta sürətə aid xüsusi qaydalar. Deməli, xüsusi qaydalar nədir? 1. Əgər yollar bərabərsə, deməli, əgər yollar bərabərsə, yəni biz bunu necə başa düşürük? Məsələn, tutaq ki, yolun birinci yarısını gedir, tutaq ki, cisim V1 sürəti ilə,
Yolun ikinci yarısını gedir V2 sürətini. Bütün yolda orta sürəti biz necə tapırıq? Ümumi düstur kimi biz belə yazırıq. Yəni 2V1 V2 böl V1 üstəgəl V2. Amma bu düstur necə çıxır onu da sizə deyim. Elə bu da S ümumi böl T ümumidən çıxır. Buradan da S ümuminin yerinə yazacaq. S1 üstəgəl S2, T ümumi də T1 üstəgəl T2. Burada da deməli S1'in yerinə yazaram. Deməli S1'in yerinə yazsam S böl 2 üstəgəl S böl 2 sürətdə qalır S. Məxrəcdə T1'in yerinə də yaza bilərəm. S1 böl V1 S2 böl V2. Buradan da S'in yerinə həmin o S böl 2 düsturunu yazsam, yəni belə də S böl 2 V1 üstəgəl S böl 2 V2. Buradan S'lər gedir. Buradan da bu düstur buradan çıxır. 2V1 V2 böl V1 üstəgəl V2 buradan çıxır. Əgər yollar 3 hissədən ibarət olsa, yəni ikinci yollar 3 hissədən ibarət olsa, məsələn belə 1 2 3 məsələn yolun birinci yarısı S böl 3, ikinci yarısı S böl 3, üçüncü yarısı S böl 3. Yəni bu nə deməkdir? Yəni bunu toplayanda elə S verir də bizə. Bu deməkdir. Yolun birinci yarısını V1, yolun ikinci yarısını V2, yolun üçüncü yarısını V3 ilə geçsə, onda eyni qayda ilə o yuxarıdakı düsturdan çıxır bu. Onda orta sürətin düsturu belə olacaq, bax. 3V1, V2, V3. Bir dəfə V1 ilə V2-ni götürürsən. Bir dəfə V2 ilə V3'ü götürürsən, bir dəfə də V1 ilə V3'ü götürürsən. Bu orta sürətin deməli xüsusi qaydalarından biri budur. İkinci də odur ki, əgər zamanlar bərabərsə, deməli bərabərsə, yəni bu nə deməkdir? Yəni məsələn tutaq ki, zamanın birinci yarısı olsun T böl 2, ikinci yarısı olsun T böl 2. Burada bu cismin sürəti V1, burada cismin sürəti V2 olsa, yenə də bu düstur. İndi mən orta sürətin ümumi düsturunu belə yazacağım. Elə bil ədədi ortasını tapırsan, toplayıb bölürsən 2-yə. Bu da eyni ilə bu düsturdan alınır. Yəni S ümumi böl T ümumidən. Burada da S ümumini yerinə yazıram. S1 üstəgəl S2, T ümuminin yerinə T1 üstəgəl T2. Çünki 2 dənə burada kəmiyyət var. Ona görə yəni 2 dənə T1, T2, V1, V2. S1'in də yerinə S yoxdursa, S-in yerinə VT yaza bilərəm. Olacaq V1 T1 üstəgəl V2 T2 böl T1 üstəgəl T2 və T1'in üstə T2'ni gələndə eləyir T. Sürətdə də olacaq V1 T1'in yerinə T böl 2 V2 T2'nin də yerinə T böl 2 yazanda buradan sadələşdirmə aparanda bu düstur alınır. Zaman 3 hissədən ibarət olsa əgər, bax 1, 2, 3, məsələn, zamanın birinci yarısı T böl 3, ikinci yarısı T böl 3, üçüncü yarısı T böl 3 olarsa, yəni 3 hissədən ibarət olarsa, burada sürət V1, burada sürət V2, burada sürət V3 olarsa, onda orta sürətin düsturu nə edəcəm? V1 üstəgəl V2 üstəgəl V3-ü böləcəm 3-ə. Yəni elə bil toplayıb bölürsən 3-ə. Ədədi ortasını tapırsan. Bu oldu dəyərli müəllimlər, orta sürətə aid deməli məlumat. İndi başlayırıq nəyi keçməyə? Hərəkətin nisbiliyi. Deməli, ümumiyyətlə, deməli biz bilirik ki, tutaq ki, deməli cisimlərin bir-birinə nəzərən sürətləri, koordinatları və trayektoriyaların forması, yəni onların yerə nəzərən sürətlərindən, koordinatlarından və trayektoriyaların formasından fərqlənir. Yəni ki, bu dediyimiz o kəmiyyətlər var ha, yəni qiyməti və trayektoriyanın forması nisbidir. Ümumiyyətlə nisbidir, aydındır və hesablama sisteminin seçilməsindən asılıdır. Aydındır. Məsələn, tutaq ki, bir cisim yerə nəzərən, tutaq ki, sükunətdədirsə, digər cisimə nəzərən hərəkətdədir.
Məsələn, bir dənə nümunə deyirəm də, adi bir nümunə. Misal üçün, bir dənə arabacığımız var. Arabacığımız var. Məsələn, arabadan yuxarı atılan daş yoxdur. Məsələn, daş. Bu, yəni arabaya nəzərən, buna belə deyirlər də, araba ilə bağlı hesablama sisteminə nəzərən. Bunun trayektoriyası düz xəttdir. Yəni arabadakı elə bil adam elə bilir ki, o yuxarı gedir. Aydındır? Amma yerdən baxan müşahidəsi var ha. Yerdən baxan müşahidəsi onu bax bu cür görür. Parabola üzrə. Yəni ona görə deyirlər hərəkət iki cür olur. Birincisi yerdəki müşahidəçiyə nəzərən. Bax bu o düz xətt çəkmişəm ha. Bu arabaya nəzərəndir. Bax arabaya. Arabaya görə. Amma bu çəkdiyim əyri xətt var ha. Bu deməli yerlə bağlı hesablama sistemidir. Yəni buna deyirlər yerdən baxan müşahidəçi. Yerdəki müşahidəçiyə, yəni nəzərə. Aydındır? Yəni bu həmin o yuxarı atılan cismin trayektoriyası iki cür olur. Yəni arabaya görə, yerdəki müşahidəçiyə nəzərən. Və yaxud da məsələn tutaq ki vertolyotdur bu, düzdür? Misal üçün, bu vertolyot. Məsələn, vertolyotdan bir dənə cisim atılsa aşağı. Deməli, vertolyotla bağlı sistem bunun düz xəttdir. Yəni vertolyotdan baxan müşahidəsi bunu düz xətt boyunca görür. Buna deyirlər vertolyotla bağlı. Bax, bu düz xətt çəkmişəm, amma bu vertolyotla bağlıdır. Amma yerdən baxan müşahidəsi, bax bunu bu cür görür. Yəni samolyot hara gedirsə, yəni vertolyot hara gedirsə, o trayektoriya boyunca görür. Buna deyirlər deməli yerdən baxan müşahidəçiyə nəzərə. Yerdəki müşahidəçiyə nəzərə. Yerdəki müşahidəçiyə nəzərə. Və yaxud da məsələn tutaq ki, belə də demək olar. Tutaq ki, yuxarı qalxan vertolyotun pərlərinin, məsələn tutaq ki, ucu nöqtəsi yerlə bağlı hesablama sisteminə nəzərən, yəni yerdən baxan müşahidəçiyə nəzərən. Buna deyirlər vintvari, spiralvari. Amma vertolyotla bağlı hesablama sistemi isə ona deyirlər dairəvi. Və s. və s. Yəni buna aid çoxlu misallar gətirmək olar. İndi nisbi sürətlərin məsələn bizə qiymətlə veriləndə biz necə tapırıq? Məsələn tutaq ki, bizə verib nümunələr yazıram, heç vaxt tələsməyin. Məsələn tutaq ki, V1 bərabər verib 3 metr böl saniyə. Tutaq ki, V2 də verib bizə, tutaq ki, 2 metr bölünmüş saniyə. Bizə deyir ki, birincinin ikinciyə nəzərən sürətini tap və yaxud da ikincinin birinciyə nəzərən sürətini tap. Deməli, birincinin ikinciyə nəzərən sürəti nədir? Birincidən ikincini çıxıram da. Yəni 3-dən çıxıram, ikisi eləyib 1. Bu 1 nəyi göstərir? Yəni cisim x ox istiqamətində hərəkət eləyir. İndi ikincinin birinciyə deyəndə 2-dən 1-i çıxırıq. Bu deyiləcək -1. -1 onu göstərir ki, bu cisim x oxunun, yəni x oxun əksinə hərəkət eləyir. Yəni x oxun əksinə. Aydındır? Yəni x oxu bu tərəfə gedirsə, yəni x oxun əksinə hərəkət eləyir. Bu belə. Yəni belə yazırıq da biz yazılış yazanda. Birincinin ikinciyə nəzərən sürəti, birincinin sürətindən ikincinin sürəti çıxılır. İkincinin birinciyə nəzərən sürəti tapanda ikincinin sürətindən birincinin sürəti çıxılır. Əgər istiqamət verirsə, məsələn tutaq ki, cisimlər eyni istiqamətdə hərəkət eləyirsə, məsələn bu olsun birinci cisim, bu olsun ikinci cisim. Deməli, cisimlər eyni istiqamətdə hərəkət eləyəndə nisbi sürətlər çıxılır. Deməli, birincinin ikinciyə nəzərən sürəti nə olacaq? Birincinin sürətindən ikincinin sürəti çıxılır. Yəni, belə deyək də, sürətlər eyni istiqamətdə olanda nisbi sürət çıxılır. Amma cisimlər əksi istiqamətdə, yəni buna qarşı-qarşıya hərəkət deyirlər.
Məsələn, biri tutaq ki, x ox istiqamətdə edir, digəri isə x oxun əksinə gedir. Onda burada birincinin ikinciyə nəzərən sürətini necə tapırıq? Birincinin üstünə ikincini gəlir. Burada məsələn, bucaq altında da ola bilər. Məsələn, belə də ola bilər. Tutaq ki, cisimlər bir-biri ilə müəyyən bir alfa bucağı əmələ gətirsə, məsələn, tutaq ki, bu olsun V1, misal üçün, bu da olsun V2. Müəyyən bir alfa bucağı. Məsələn, bizə deyir ki, tutaq ki, birincinin ikinciyə. Biz birincinin ikinciyə deyəndə nə edirdi? Birincindən ikinci çıxırdıq da. Deməli, birincindən ikinci çıxırıqsa, istiqamət birə tərəf yönəlir də. Belə. Bunu da tapmaq üçün, yəni, deməli, birincinin sürətindən ikincinin sürəti çıxılır da. Yəni, belə yazırıq da biz bunu vektor kimi. V1-2, V1 minus V2. Belə yazırıq. Eyni zamanda bucaq veribsə burada, məsələn, modulunu tapanda biz belə tapırıq. Birincinin ikinciyə nəzərən sürəti bərabərdir. İkincinin birinciyə nəzərən sürəti. Bu da həll olunur. Deməli bu düsturla. Kosinuslar teoremi deyirlər də buna. Yəni V1 kvadrat plus V2 kvadrat çıx 2V1 V2 vur kosinus alfa. Belə də tapıla bilər. 90 dərəcə olanda burada Pifagor teoremindən istifadə olunur. Bax, bir şey yadda saxlamaq lazımdır ki, cisimlərin sürətinin maksimum olması üçün onlar əks istiqamətdə hərəkət eləməlidir. Niyə? Çünki əks istiqamətdə sürətlər toplanır. Ona görə sürət ən böyük qiymət alır. Əgər cisimlərin sürətinin minimum qiymət alması üçün isə o cisimlər eyni istiqamətdə hərəkət eləməlidir. İndi keçirik çay məsələlərini. Çay məsələləri. Aha, bax. Bəzən bu tipli suallarda müəllimlər görsən biraz çətinlik çəkir. Məsələn, qayığın durğun sudakı sürəti necə hesablanır və yaxud da qayığın axın istiqamətdəki sürəti necə hesablanır. Bir şey yadda saxlamaq lazımdır ki, qayığın durğun nə deməkdir? Hərəkətsiz. Sudakı sürəti, yəni öz sürəti sayılır. Öz sürətidir. Məsələn, bəzən məsələlərdə deyir ki, qayığın durğun sudakı sürəti 25 metr böl saniyə, yox, üzr istəyirəm, 2 metr böl saniyədir. Bu o deməkdir ki, yəni qayığın öz sürətidir. 2 metr böl saniyə. İndi bu tipli məsələlərdə biraz diqqətli olmaq lazımdır. İndi çay məsələlərinin sadəsindən başlayıram. Məsələn, tutaq ki, bu çaydır. Deməli, bura A nöqtəsidir, bu B nöqtəsidir. Məsələn, bu da biz qayığımızdır. Və qayıq. Bu da V çaydır. Məsələn, bizə deyir ki, qayığın çayın axın istiqamətində sürətini tapın. Deməli, biz bilirik ki, axın istiqamət sürət elə yerə nəzərən sürət deməkdir də. Yəni, axın istiqamətdəki sürət nə deməkdir? Qayığın sürəti ilə çayın sürəti toplanır. Çünki sürət vektorial kəmiyyət olduğuna görə vektorlar eyni istiqamətdə olanda toplanır. Məsələn, bizə birdən desək ki, bu AB məsafəsini tap, onda S bərabər və axın istiqamətdəki sürəti vururam nəyə? T-yə. İndi bunun başqa cürəsi olsa, məsələn, eyni sualı verirəm. Eyni. Sadəcə burada bir dənə fərq nədə? Məsələn, tutaq ki, qayıq bu istiqamətdə axır, hərəkət eləyir. Amma çay qayığın əksi istiqamətində axır. Bu da olsun A, bu da olsun B. Onda axın əksi istiqamət sürət deyirlər də. Əksi istiqamət sürət nə olacaq?
Deməli, qayığın sürətindən çayın sürətini çıxıraq. Onda S-AB məsafəsi nə olacaq? Yəni, axın əksi vır T. Sonra, məsələn, üçüncü nədir? Üçüncü, tutaq ki, bizə deyir ki, üzgüçünün, bu tipli suallar da çıxır adamın qabağına. Üzgüçünün qarşı sahilə çıxdığı nöqtə. Bunu biz necə təyin edirik? Deməli, üzgüçünün yadda saxlamaq lazımdır. Qarşı sahilə çıxdığı, yəni nöqtə nə deməkdir? Üzgüçünün qarşı sahilə çıxdığı nöqtəni bilmək üçün avtomatik sən üzgüçünün yerə nəzərən sürətini tapmalısan. Yəni, üzgüçünün yerə nəzərən sürəti nədir? Öz sürəti ilə, üzgüçünün öz sürəti ilə deməli, çayın sürəti vektorial toplanır. Bax, bunu yadda saxlamaq lazımdır. Yerə nəzərən sürəti. Yəni, qarşı sahilə hansı nöqtədən çıxır? Onu tapmaq üçün, deməli, biz bu düsturla gedirik. Nümunə bir dənə yazıram, məsələn. Bir dənə nümunə. Məsələn, bax, belə bir dənə bizə məsələ verilib. Tutaq ki, bax, bu qayıqdır. V qayıq. Bu da V çay. Bura A nöqtəsidir. Burada olsun B nöqtəsi. İndi bizə deyir ki, misal üçün, qayıq çayın bir sahilindən digər sahilinə üzür. Hansı nöqtədən digər sahilə çıxır? Əgər dəyərli müəllimlər, axın, yəni çay axmasaydı, yəni çay olmasaydı, elə qayıq bax buradan gedib çıxacaqdı, bax A nöqtəsindən çıxacaqdı digər sahilə. Amma çay axdığına görə, deməli, nə edirik? Biz nə dedik? Dedik, üzgüçü qarşı sahilə çıxdığı nöqtəni hansı düsturla hesablanır? Öz sürəti ilə çayın sürəti. Yəni, bax, mən nə edəcəm? Çayın sürətini gətirib bax, bura qoyacaq. Elə bir vektorun toplanması da V çay. Onda yerə nəzərən sürət bax, bu vektordur, bax. Yekun vektor bax, budur. Yekun vektor gör, haradan çıxır? Bax, burada. Aydındır. Deməli, üzgüçünün qarşı sahilə çıxdığı nöqtə, bax, bu cür təyin olunur. Bax, buna deyilir yerə nəzərən sürət. Yerə nəzərən sürət. Bir də var, deməli, dördüncü. Bir də var, deməli, üzgüçünün çay keçmə müddəti. Üzgüçünün çayı keçmə müddəti. Bax, üzgüçünün çay keçmə müddəti çox sadə. Bax, bu düsturla təyin olunur. T bərabərdir D bölünmüş VY. Yəni, bu nə deməkdir? Bir dənə adi bir misalına sizə izah edəcəm bunu. Çox sadə yolla. Bax. Məsələn, tutaq ki, bizə 3 dənə üzgüçü verib. Bax, biri bu. Tutaq ki, bax, biri bu. Biri də tutaq ki, bu. Deyir, üzgüçünün çayı keçmə müddətləri müqayisə edilir. Biz avtomatik nə edirik? Bax, biz avtomatik bu düsturla istifadə edirik. Bax, biz bilməliyik ki, biz bilməliyik ki, bura yerdir. Burada Y oxudur. Sən həmin o vektorların Y oxularının proyeksiyasına baxmaq lazımdır. Bax, birincinin Y proyeksiyasına bax, 1 bölgüdür. İkinci 2 bölgüdür. Üçüncü 3 bölgüdür, bax. Onda nə olacaq? T1 bərabərdir. Çayın eni də D hərfi ilə işarə olunur. D bölünmüş. Bax, bu neçə bölgüdür? 1. Baba, fikir ver.
Buna bax 1 bölgüdür. Ona görə hər bölgünü bir dənə V ilə işarə eləsəm, olacaq V. İndi T2-yə baxaq. T2 də olacaq D böl. Bax bu neçə bölgüdür? 2 bölgü. Olacaq 2 dənə V. T3 bərabər D böl. Bu neçə bölgüdür? Baba. Y toplanan budur. 1, 2, 3. Deməli 3 dənə V. Və bunları biz müqayisə eləsək, sürətləri eyni olan kəsirlərin məxrəci kiçik olan kəsir böyüdür. Onda olacaq T1 böyükdür T2, bu da böyüdür T3. Yəni biz belə müqayisə edirik. Üzüsünün çayı keçmə müddəti. İndi məsələn tutaq ki, 5-ci. Məsələn bizə deyir ki, üzgüçü müəyyən bir alfa bucağı altında əgər daxil olsa, deməli üzgüçü müəyyən bir alfa bucağı altında daxil olsa, biz burada necə eləyəcək bu məsələni? Məsələn, adi bir dənə misal deyirəm, bax. Misal üçün, çayın eni olsun D bərabər 12 metr. Bu da olsun, deməli, üzgüsünün sürəti 5 metr böl saniyə. Bu da olsun çayın sürəti. Bu da olsun 2 metr böl saniyə. Bura olsun A nöqtəsi, bura olsun O nöqtəsi. Burada olsun deməli 37 dərəcə. Deməli məsələ həllərində onsuz da verilir. Bax onsuz da verilir. Yəni sinus 37 dərəcədir. Biz bilirik ki, deməli 0,6-dır. Kosinus 37 dərəcə. Məsələ həllərində verilir. 0,8-dir. Bax, burada bu həmin o üzgüsünün sürətini proyeksiyalara ayırırıq. Bax, biri üfüqi istiqamətdir. Biri də şaquli, yəni XY. Deməli biz bilirik ki, bucağa bitişik kosinusdur. Bu olacaq 5-in kosinus 37-si, yəni 4. Bura olacaq 4 metr böl saniyə. Bu da olacaq 3 metr böl saniyə. İndi biz üzgüsünün çayı keçmə müddətini necə hesablayırdıq? Bayaq dedim sizə. S bölünmüş, S deyəndə belə də, yəni D bölünmüş VY. D verib də bizə 12. VY də, bax, VY bu Y oxu istiqamətində olan sürəti götürürsən. Bu da 3 böləcə 4 saniyə. Deməli, üzgüçü çayı 4 saniyə keçib. Bəs indi görək. Bu A nöqtəsindən neçə metr məsafədə digər sahilə çıxacaq? Deməli, sən nəyi götürməlisən burada? Həmin bu SX məsafəsi. X bərabər olacaq V vur T. Biz bilirik ki, bax, bayaq dedim sizə. Üzgüçlər, sürətlər eyni istiqamətdə olanda toplanır. Onda olacaq nə? 2 üstəgəl 4. T də bizə verib də 4. Bu da eləcək nə? 6 vur 4 bərabər 24 metr. Deməli, A nöqtəsindən 24 metr məsafəyə deməli çıxacaq. Aydındır? Bu belə. Keçirik, deməli, qatar tunel məsələləri. Deməli, qatar tunel məsələləri. Bax, bunları bir sadə bir deməli məsələ ilə bunu istəyirəm ki, sizə tam şəkildə izah eləyəm. Allahın izni ilə izah eləyəcəm. Məsələn, bax, bir dənə belə bir qatarımız var. Düzdür? Qatarın da uzunluğu olsun, tutaq ki, 600 metr. Qatarın uzunluğu 600 metrdir və qatarın sürəti də saniyədə 20 metr böl saniyədir.
Hə, buradan da, bax burada da bir dənə tunelimiz var. Bu tunelimiz var. Belə bir tunelimiz var. Tunelin də uzunluğu 1200 metrdir. Baba, tunelin uzunluğu da 1200 metrdir. Deməli, bax buradan da düz bura qədər olan məsafə bizə verib 100 metr. Aha. İndi bizə deyir ki, bax bunu bütün tipli suallar üçün mən bunu izah edəcəm sizə. Məsələn, birinci bizə deyir ki, deməli, qatar tuneli nə qədər vaxtda tam tərk edər? Bax, qatar tuneli nə qədər vaxtda tam tərk edər. Deməli, düsturumuz burada T bərabər S böl V qatar, düzdür? Bu S məsafədir. Qatarın sürəti məlumdur 20. İndi dəyərli müəllimlər, bu tərk eləməsi üçün, da bir də qatarın özünü çəkmirəm. Qatar gəlib burada dayanmalıdır da ki, tərk eləsin. Onda biz məsafəni necə hesablayırıq? Yadınızda saxlayın, məsafə hardan götürülür? Bu məsafə hardan götürülür? Qatarın arxa tərəfi ilə. Bu qatar burada deyildi. Bax, burada çəkirəm sizi. Bax, qatar buradaydı da, düzdür? Bax, burada. Tam tərk eləyəndə gəlib bura düşür. Düzdür? Məsafə həmişə, məsafə hardan hara götürür? Bu qatarın arxa tərəfi ilə arxa tərəfi və yaxud da qabaq tərəfi ilə qabaq tərəfi. Deməli, indi buradan buraya qədər olan məsafə nə qədər olacaq? Bax, buradan buraya qədər olan məsafə. Bax, buradan buraya qədər olan məsafə olacaq. Deməli, 600 plus 100 plus, deməli, 1200. Bu deyiləcək. Deməli, 1200, 1900. 1900 də 20-yə böləndə eləyir. Deməli, 95 saniyə. Bunu bildik. İndi ikinci. İkinci deyir ki, qatarın ön ucu, tunelin çıxışına nə vaxta çatar? Deməli, bizə nə deyir? Qatarın ön ucu tunelin çıxışına. Aha, bax, bu hissəni tutmaq lazımdır. Yenə yazsan, T bərabər S böl V qatar. S burada məsafədir. Qatarın sürəti S məlumdur. İndi qatarın ön ucu, bax, ön ucu budur. Tunelin çıxışına, bax, bura. Nə vaxta çatar? Deməli, burada məsafəni necə hesablayırsan? Məsafə, bax, buradan buraya qədər olan məsafə. Biz nə dedik? Qatarın qabaq tərəfi ilə qabaq tərəfi. Bu da neçə eləyir? 1300. Deməli, birbaşa yazıram. 1300 böl 20. Bu da eləyəcək, deməli, 65 saniyə. Sonra, indi üçüncü də odur ki, İndi bunu silirəm. Qatarı görüm də orada. Üçüncü də odur ki, deməli, qatar nə qədər vaxtda? Deməli, qatar nə qədər vaxtda qatar nə qədər vaxtda tunelə tam daxil olar? Yenə də düstur yazsan, T bərabər S böl V qatar. Qatarın sürəti yazsan, indi qatar nə qədər vaxtda tunelə tam daxil olar? Qatarın tunelə tam daxil olması üçün, qatar bax, bura gəlməlidir. Tam daxil olması üçün. Onda məsafəni hardan götürürük? Məsafə. Deməli, qatarın arxa tərəfi ilə arxa tərəfi. Onda olacaq nə? 600, o da 100, 700. Deyəcək 35 saniyə. Və ən nəhayət dördüncü də odur ki, qatarın, deməli, ön ucu
qatarın ön ucu tunelin girişinə nə vaxta çatar? Nə vaxta çatar? Bilirsən nəyi demək istəyir? Bax, deyir, qatar bura nə vaxta çatar? Bax, ön ucu girişinə, bura. Nə vaxta çatar? Bunu da tapmaq üçün yenə də nə eləyirsən? Deməli, yenə də bax, bu məsafəni tapanda T bərabər yazırsan. T bərabərdir. T bərabər S böl V qatar. S-in yerinə yazırsan, qatarı 20 yazıram. Qatarın sürəti, qatarın getdiyi yol nə qədər olacaq? Qatar buradan bura gəlir də. 100 metr yol gəlir. Deyəcək 5 saniyə. Всё. Bax, budur. Aydındır. Bu belə. İndi bir də var, deməli, görüş vaxtlarının tapılması. Məsələn, görüş vaxtlarının tapılması. Yəni, düz xətli hərəkətdən söhbət gedir, ha. Deməli, görüş yerinin tapılması. Çox maraqlıdır bu, tapılması. Birinci. Tutaq ki, cisimlər əks istiqamətdə hərəkət eləyir. Cisimlər, deməli, əks istiqamətdə hərəkət edir. Məsələn, bir dənə cisim, 2 dənə cisimdir. Biri budur. Misal üçün. V1. Digəri isə budur. V2. İndi biz bilirik ki, bunlar arasındakı məsafə deməli S-dir. İndi görüş yerini necə tapırıq? Düstur belədir. T görüş bərabərdir S böl. Deməli, biz bilirik ki, sürətlər əks istiqamətdə olanda toplanır. Yəni, elə bil yazırsan S böl V nisbi sürətdə. Olacaq V1 üstəgəl V2. İndi məsafə necə tapılır? Bax, birinci, tutaq ki, buradan bura gələnə qədər, ikinci də buradan bura gəlir də. Yəni, birinci nə qədər yol gedir? S1 məsafəsi, ikinci isə S2 məsafəsi. Onda belə çıxır ki, bu S-in yerinə mən S1 üstəgəl S2 də yaza bilərəm. V1 üstəgəl V2. Bu oldu qarşı-qarşıya hərəkətdə görüş vaxtının tapılması. Bəs indi cisimlər eyni istiqamətdə hərəkət etsə, cisimlər, bax, cisimlər eyni istiqamətdə hərəkət etsə, yəni, bax, birinci cisim budur, V1, ikinci cisim də olsun bu, V2. İndi bunlar arasında məsafədə nə olacaq? S. İndi burada bir dənə qayda var. Deməli, düstur belədir də, bunu biz bilirik. T bərabərdir S böl V nisbi. Nisbi sürət eyni istiqamətdə olanda çıxılır. Yəni, V1-dən V2 çıxıram. Niyə V2-dən V1 çıxmıram? Çünki əgər V1 hər hansı bir nöqtədə ikinci cisimə çatırsa, deməli, V1-in sürəti böyüdür. Ona görə böyüdən kiçik çıxıram və yaxud da sürətlər eyni istiqamətdə olanda nisbi sürət çıxılır. Bu heç. İndi məsafə necə hesablanır? Bax, ikinci cisim, tutaq ki, məsələn, hər hansı bir tutaq ki, S2 məsafəsi qət elədi. Bu S2 məsafəsi qət eləyəndə birinci cisim isə buradan bura qədər gəlir. S1. Onda məsafə nə olacaq? Yəni, bu birinci cisimin gəlib bu nöqtədə ikinci cisimə çatması üçün S1 üstəgəl S2 məsafəsi qət eləməlidir. Ki, gəlib o, deməli, ikinci cisimə çatsın. İndi bu cisimlər eyni istiqamətdə hərəkət eləyir. Bu, ikinci cisimin sürətinin birinci cisimin sürətindən kiçik olma şərtidir. Amma əgər ikinci cisim birinci cisimdən böyük olsa, burada görüş baş verməz. Bax, onu da çatdırım sizə. Yəni, yadınızda saxlayın. Bu belə. Aydındır.
Ha. İndi bir də var dəyərli müəllimlər, eskalator məsələləri. Eskalator məsələləri. Eskalator deməli məsələləri. Bu da yəni biz bilməliyik ki, sərnişinin eskalatora nəzərən sürəti öz sürəti götürülür. Amma bir də var sərnişinin yerə nəzərən sürəti. Sərnişinin yerə nəzərən sürəti isə yəni nə deməkdir? Sərnişinin öz sürəti ilə eskalatorun sürətinin vektorial cəmidir. Bax, bunu yadda saxlamaq lazımdır. İndi əgər, bax, 2 dənə şərt var burada. 1. Əgər eskalatordur da, bu düzdür, eskalator. Əgər sərnişin bunun üstündə gedirsə, bu istiqamətdə və sərnişin eskalatorda sərnişinlə eyni istiqamətdə gedirsə, onda yerə nəzərən sürət toplanacaq. Çünki sürətlər eyni istiqamətdə olanda toplanır. Sərnişin üstəgəl eskalator. Bir də ikinci şərt odur ki, əgər cisim aşağı hərəkət eləyirsə və sərnişində daha doğrusu eskalatorda yuxarı hərəkət eləyirsə, onda yerə nəzərən sürət vektorial cəmiyyətdir. Vektorial cəmiyyətlər deməli vektorlar əks istiqamətdə olanda nə olur? Çıxılır. Ona görə sərnişinin sürətindən eskalatorun sürətini çıxırıq. Aydındır? Deməli, düzxətli, bərabər, tənzilli hərəkət mövzusu bitdi. İnşallah gələn dəfə keçəcəm sizə çevrə üzrə bərabər sürətli hərəkət. Diqqətinizə görə sağ olun. Sizdən çox-çox xahiş edirəm ki, videonu bəyənin və paylaşın ki, digər müəllimlər də yararlana bilsin.